Salamlar hər kəsə, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü mövzumuz zamanlarla bağlıdır və zamanlardan danışarkən ilk növbədə sadə zamanlardan danışırıq. Deməli, birinci başlayırıq present simple-la, indiki sadə zaman. İndiki sadə zaman necə düzəlir? İndiki sadə zaman feilin qarşısından to, yəni məsdər hissəciyi atılmaqla düzəlir. Üçüncü şəxsin təkində, yəni he, she, it görürüksə, feilimizin sonuna s xəbərli şəkilçisi əlavə olunur. Qalan şəxslərdə isə olduğu kimi qalır. Sualda to-du köməkçi feilinin zaman formaları, yəni do və does-dan istifadə edirik. Deməli, indiki sadə zamanın sualını düzəltmək üçün do və does-dan istifadə olunur. Üçüncü şəxsin təkində yenə he, she, it görsək, does-la sual veririk və digər şəxslər üçün do ilə sual veririk. Daha sonra danışaq inkarından və nəqil formasından. Görürük ki, normal təsdiqdə nə işlənir? I work. Sualda do I work, inkarda not inkar hissəciyi artırırıq. I don't work olur. Okay. İndi üçüncü şəxsin təkindən bir dənə nümunəyə baxaq. Məsələn, he works dedik. Əgər indiki sadə zamanda feilin sonuna s artırırıq. Nə zaman? Üçüncü şəxsin təkində olarkən. Və sualını da do ilə yox, üçüncü şəxsin təkinə sualı does-la veririk və bu qaydanı dəqiq yadda saxlayaq ki, əgər does-la sual verirəmsə, feilimin sonunda s xəbərli şəkilçisi ola bilməz. Yəni does-la sual verirəmsə, feil olduğu ilkin variantında olmalıdır. Sualda isə yenə həminki qayda not inkar hissəciyi artırırıq və inkarını düzəltmiş oluruq. İndi gəlin danışaq, hansı hərəkətlərlə indiki sadə zaman işlədirik. Deməli, birinci deyirik ki, daim təkrarlanan, adət halını almış hərəkətlərdən danışarkən indiki sadə zaman işlədirik. Bir də təkrar edirəm, daim təkrarlanan və adət halını almış hərəkətlər. Bəs bunlar hansılardır? Məsələn, biz özümüz haqqında danışa bilərik bu barədə. Məsələn, hər səhər yuxudan oyanmağımız, hər gün məktəbə getməyimiz və buna davamlı olan, yəni hər gün baş verən yox, müəyyən bir vaxt ərzində baş verən hərəkətləri də demək olar. Məsələn, deyirəm ki, mən həftədə 3 dəfə idman zalına gedirəm. Artıq bu həftədə 3 dəfə gedirəm, bu daim təkrarlanan bir hərəkət, yəni vərdiş halını alıb. Ona görə də bu kimi hərəkətlər indiki sadə zamanda işlədilir. Nümunəyə baxaq. I go to university every day. Mən hər gün universitetə gedirəm. Görürsünüz, bu, yəni təkrarlanan hərəkətdir. İkinciyə baxırıq. Kimsə tərəfindən qarşısı alına bilməyən təbiət hadisələri və ümumi həqiqətlər. Görürsünüz, artıq burada təbiət hadisələrindən danışır. The sunrise in the east. Görürsünüz, yenə də feilimin sonunda nə var? S xəbərli şəkilçisi var ki, bu da mənim zamanımın indiki sadə zamanda olduğunu bildirir. İkinciyə baxıram. Water boils at 100 degrees Celsius. Və burada da həmçinin ümumi həqiqətdən danışılır ki, su 100 dərəcədə qaynayır. Və artıq burada da mənim feilimin sonundakı s mənim zamanımın indiki sadə zamanda olduğunu göstərir. Daha sonra üçüncü qaydaya baxırıq. Deməli, əgər bu bağlayıcıları görsək, hansılardır? If, when, before, after, till, until, as soon as, unless bağlayıcılarını görürüksə, özündən əvvəl sadə, yəni gələcək sadə zaman və özündən sonra indiki sadə zaman işlənəcək. Bu bağlayıcıları mütləq şəkildə əzbərləməliyik ki, bunu cümlə daxilində görərkən bilməliyik ki, özündən əvvəl gələcək sadə zaman və özündən sonra indiki sadə zaman gəlməlidir. Daha sonra gəlin həmin cümlə ilə, həmin qayda ilə bağlı cümlələrə baxaq. Görürük ki, burada if görürəm yenə cümlənin ortasında, bayaqçı bağlayıcılardandır. Əvvəldə shall verilib, sonrasında comes, indiki sadə zaman verilib. Daha sonra danışırıq. Müəyyən vaxt, müəyyən cədvəl, qrafik və qrafiklə icrası nəzərdə tutulan hərəkətlər. Məsələn, buna nələr aiddir? Avtobusların bilirik ki, müəyyən bir perioda, müəyyən bir vaxt ərzində hərəkət edirlər. Məsələn, deyirəm ki, 5 nömrəli avtobus saat 10-da yola düşür. Okay? Bu daim təkrarlanır və cədvəl, qrafik ərzində baş verən hərəkətlərdir. Həmçinin də deməli, mağazaların açılması, bağlanması, bu kimi hərəkətlər. Yəni, burada artıq müəyyən bir vaxt var və bu hərəkət həmişə eyni vaxtda baş verir. Buna görə də bunlar cədvəl, qrafik şəklində ifadə olunan hərəkətlər hesab olunur ki,
Bunlar da istifadə olunur indiki sadə zamanla. Nümunəyə baxaq. The shopping centers open at 10 o'clock and close at 7. Deyir ki, ticarət mərkəzləri saat 10-da açılır və 7-də bağlanır. Görürsüz, burada da artıq saat var, qrafik var. Yəni müəyyən bir vaxt ərzində olur, həmişə eyni vaxtda olur. 10-da açılır, 7-də bağlanır. Deməli bu cədvəl ərzində, qrafik ərzində baş verir. Buna görə də işlənir indiki sadə zamanda. Daha sonra əgər xəbər to be ilə ifadə olunarsa, yəni am, is, are ilə ifadə olunubsa, o zaman sualda am, is, are mübtədədən əvvələ keçir. Yəni nümunəyə baxaq, daha yaxşı başa düşərsiniz. Deməli, my sister is tired. Okay? Mən burada is görürəmsə, artıq sualımı da is-lə verməliyəm. Is-i mübtədədən əvvələ keçirirəm və cümlənin qalan hissəsi eyni strukturda qalır. İnkarda isə isn't, not inkar hissəci artırıram və inkarı düzəltmiş oluram. Və danışaq, bilirik ki, zamanlardan danışarkən, zamanlarla bağlı suallar işləyərkən bizim ən vacib bilməli olduğumuz məqam zaman zərfləri, zaman göstəriciləridir. Baxırıq today, every ilə olan bütün ifadələr, hamısı indiki sadə zamanla işlənir. Rarely, often, usually, seldom, always, never, once a week, twice a week, 3 times a year, sometimes, regularly, as a rule, daily, on Sundays, at 6 o'clock. Görürsünüz, burada saat əlbəttə ki, başqa saatlarla ifadə oluna bilər. Bütün bu zərflərin hamısını biz əzbər bilməliyik ki, sualda da qarşımıza çıxanda bunun indiki zaman olduğunu, indiki sadə zaman olduğunu sübuta yetirə bilək. İndiki sadə zamanla bu qədər. Gəlin biraz da keçmiş sadə zamandan danışaq. Keçmiş sadə zamanı düzəltməyin 2 yolu var. 1. Qaydalı feillər, yəni id sufiks artırırıq sözün sonuna. İkincisi isə qaydasız feillərlə, yəni feilimiz kökdən dəyişir. Bununla da bağlı mən sizə lazım olan materialları göndərirəm dərs müddətində, qaydasız feilləri ondan da istifadə edərək qaydasız feilləri təkrarlaya və yaxud da ki, bilmiriksə öyrənə bilərik. Deməli, dedik ki, indiki sadə zamanın sual və inkarı nə ilə düzəlirdi? Do və does-la düzəlirdi. Amma keçmiş sadə zamanınki düzəlir didlə. Niyə? Çünki keçmiş zamandır. Sonra inkarda diddən sonra not inkar hissəciyi artırırıq. Didn't olur. Gəlin bir-iki nümunəyə baxaq. Deməli, you worked feilimin sonuna id artırmışam. Sualda did əvvələ keçib və burada bir məqam da var ki, əgər didlə sual verirəmsə, yenə də feilim ilkin formatında, ilkin variantında olmalıdır. Yəni, idi ola bilməz və yaxud da ki, qaydasız feil olaraq kökündən dəyişib keçmiş zaman ola bilməz. Qısa bir təkrar keçim. Əgər does-la, did-lə sual veririksə, orada feil ancaq ilkin formasında olmalıdır. Nə sonunda s ola bilər, nə də ki, idi ola bilər. Yəni, nə keçmiş zamanda ola bilər, nə də ki, sonuna s artıra bilmərik. Belə bir şey mümkün deyil. Sonra yenə danışırıq ki, əgər xəbər to be ilə ifadə olunubsa, yəni was were ilə ifadə olunubsa, o zaman sualda was were mübtədədən əvvələ keçir. Baxaq, my sister was tired. Was-u görürəmsə, was-u gətirirəm bura, yəni mübtədə yerinə qalan struktur olduğu kimi qalır və was my sister tired cümlənin sualını yaratmış oluruq. İndi danışaq ki, keçmiş sadə zaman hansı hərəkətlərlə işlənir? Birincisi, keçmişdə arıcıl baş verən hərəkətləri bildirdikdə. Məsələn, nümunəyə baxaq, rahat şəkildə başa düşəsiniz. David opened the door, entered the room, greeted us and sat down. David qapını açdı, otağa daxil oldu, bizi salamladı və əyləşdi. Görürsünüz, hərəkət hamısı eyni zamanda baş verib və ardıcıl baş verib. Bu kimi hərəkətləri bildirəndə istifadə etməliyik keçmiş sadə zamandan. Daha sonra, keçmişdə adət halına almış hərəkətlər, təkrarlanan hərəkətlər bildirildikdə yenə də keçmiş sadə zamandan istifadə edirik. Və burada sizi çaşdırmasın, indiki sadə zamanın zaman zərflərindən istifadə olunur. Amma bu keçmişdə olduğunu göstərir. Gəlin nümunəyə baxaq, başa düşəsiniz. I always visited my uncle in my childhood. Okay, burada mənim uşaqlığımda olan bir hadisədən söhbət gedirsə, artıq mən bilməliyəm ki, bu keçmişlə bağlıdır. Ona görə nə olur? I always visited my uncle in my childhood.
Uşaqlığımda həmişə əmmə baş çəkərdim. Görürsüz, bu təkrarlanan hərəkətdir, amma keçmişlə bağlıdır deyə biz bunu işlədirik keçmiş sadə zamanda. Daha sonra keçmişdə təkrarən baş vermiş, lakin bu günlərdə baş verməyən hərəkətləri bildirmək üçün used to-dan istifadə olunur. Buna nə demək, necə misal göstərə bilərik özümüz barəsində? Məsələn, deyə bilərik ki, mən uşaqlığımda rus dilini öyrənirdim, amma indi öyrənmirəm. Daha sonra uşaqlığımda mən hər hansı bir yemək deyə bilərik. Məsələn, uşaqlığımda mən pomidor çox xoşlayırdım, yeyirdim, amma indi xoşlamıram, yemirəm. Görürsünüz, keçmişdə baş verən hərəkətdir. Keçmişdə edirdim, amma indi etmirəm. Bu cür hərəkətləri bildirmək üçün də keçmiş sadə zamandan istifadə olunur. Daha bir nümunəyə baxaq. I used to play football a lot in my childhood, but I don't play often now. Uşaq olarkən, yəni uşaqlığımda çox futbol oynayırdım, amma indi tez-tez oynamıram. Sonra danışaq növbəti bir qaydadan. Bitmiş hərəkətə when və what time sual sözləri ilə sual verdikdə quruluş necə olacaq baxaq. When və what time ilə verirəmsə yenə də did, keçmiş zamandan istifadə edirəm. Yadda saxlayın ki, bunu gələcək qaydalarda keçəcəyik. When və what time-dan sonra bitmiş zaman verə bilmərik. İndi bu ola bilər ki, sizin üçün biraz qaranlıq qalsın, çünki bu indiki yəni sadə zamanların mövzusu deyil. Bunu bitmiş zamanlardan danışarkən aydın şəkildə sizə başa salacağım həmin hissəni. İndi baxırıq keçmiş sadə zamanın zaman göstəricilərinə. Yesterday, the day before yesterday, last-la olan bütün ifadələr, ago, once, əsrlər görsəm, illər görsəm, in my childhood, in my youth, uşaqlığımda, gəncliyimdə bu kimi ifadələr hamısı işlənəcək keçmiş sadə zamanda. Bunları da əzbərləmək sizin üzərinizə düşür. Bunu əzbərləməlisiniz ki, qarşınıza çıxanda da cümlə daxilində biləsiniz ki, bu hansı zamanın zaman zərfidir. Sonuncu olaraq danışırıq future simple, yəni gələcək sadə zamandan. Gələcək sadə zamanda düzəltməyin qaydalarını danışarkən shall və will-i götürürük. Artıq müasir ingiliscəsində shall o qədər də çox istifadə olunmur, yəni ən çox will istifadə edirik. Mən də məsləhət görürəm ki, artıq bunu şəxslərə görə dəyişməyəsiniz və ancaq will-dən istifadə edəsiniz. Normalda deməli we shall work, bu bizim təsdiqimizdir. Sualda will, shall mübtədədən əvvələ keçir. İnkarda da ki, not, inkar hissəciyi artırırıq. Və bəzi tələbələr want görür. Belə bir səhvə yol verirlər ki, bunu hər hansı bir feilin keçmiş zamanı olaraq götürürlər, amma xeyr. Bu will-in inkar formasıdır. Bunu keçmişlə və yaxud da ki, başqa bir feillə qarışdırmayın. Deməli, indi danışaq gələcək sadə zamanın işləmə qaydasından. Deməli, gələcəkdə icra ediləcək hərəkətləri bildirmək üçün işlədilir. Deməli, bir də danışa bilərik ki, gələcəyə aid planlaşdırılmış hərəkətləri də bildirmək üçün to be going to ifadəsindən istifadə olunur. Məsələn, gəlin bir dənə nümunəyə baxaq. I'm going to learn a new language. Mən yeni dil öyrənmək fikrindəyəm. Deməli, bu planlaşdırılmış bir hərəkətdir deyə mən bunu to be going to ifadəsi ilə verə bilirəm. Görürsünüz, I am going to. Bu ifadə ilə verilib. Siz də hər hansı bir planlaşdırılmış hərəkətdən danışırsınızsa, onu to be going to ifadəsi ilə verə bilərsiniz. Və sonda da danışırıq gələcək sadə zamanın zaman zərflərindən. Tomorrow, the day after tomorrow, next-la olan bütün ifadələr, soon, in future və bir də yadda saxlayın. In-lə olan görürsünüzsə, in-lə. Bunları işlədəsiniz əksər vaxtlarda gələcək sadə zamandan. Bu da əgər qarşısında bu ifadələr varsa, in a week varsa, in a few days varsa, in 2 days varsa, bu kimi ifadələri görsəz, yadda saxlayın, çox sıx istifadə olunur. Bu işlənəcək gələcək sadə zamanla. Daha sonra gələcəyə aid bir il görsəz, əlbəttə ki, verəsiniz yenə gələcək zaman. At 2 o'clock, bu da ki, məsələn, sabah saat 6-da deyə bilər. Sonra tonight, bu gecə. Bu kimi zaman zərflərində harada görsəz, artıq buradan sizə məlum olacaq ki, bu gələcək sadə zamanın zərfidir.